Gürcüstanın Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi tranzitlə ölkədən keçən və ya xarici vətəndaşlar tərəfindən alınıb ixrac və ya reixrac üçün nəzərdə tutulan avtomobillərlə bağlı bir sıra xidmətlərin tariflərini artırmağa hazırlaşır. Yenavaz.com Gürcüstan mətbuatına istinadən xəbər verir ki, qanun layihəsi parlamentin müzakirəsinə təqdim edilib. Layihəyə əsasən dəyişiklik yalnız Gürcüstan ərazisindən tranzitlə keçərək xarici ölkələrə yollanan nəqliyyat vasitələrinin və xarici vətəndaşlar tərəfindən ölkədə alınıb ixrac üçün nəzərdə tutulan avtomobillərin qeydiyyat proseduruna şamil edilir. Tranzit nömrə nişanlarının verilməsi mövcud 50 lari əvəzinə 370 lari olacaq. Ekspertiza və müvafiq arayışın hazırlanması agentliyin struktur bölməsində aparıldıqda 100 laridən 180 lariyə qaldırılır. Agentlikdən kənarda sifariş əsasında aparıldıqda isə 130 laridən 200 lariyə artırılır. Gömrük deklarasiyasının və qeydiyyat sənədlərinin hazırlanması üçün xidmət haqqı da 130 laridən 200 lariyə yüksəldilir. Bundan əlavə qanun layihəsi yeni xidmət növü yaradır. İxrac və ya reixrac üçün gömrük ərazisindən çıxarılacaq avtomobillərə tranzit nömrə nişanlarının verilməsi üçün yeni tarif müəyyən edilir ki, bu da 150 lari olacaq. Məlumat üçün bildirək ki, Gürcüstan Statistika Xidməti bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 181 milyon dollar dəyərində 6771 ədəd avtomobil ixrac olunduğunu açıqlayıb.